Arthur Conan Doyle. Conan Doyle ikonik dedektiv personaj Sherlock Holmes'un yaradıcısıdır. Sherlock Holmes, onun macəraları. Al qırmızı etüd. Boş mənzildə Amerika vətəndaşı Enoch Drebber'in meyti tapılır. Məşhur xəfiyyə məsləhətçi Sherlock Holmes öz həmkarları polismenlər Lestrade və Gregsona nisbətən bu ölüm hadisəsinin səbəbini tez aşkar edir. Və belə qənaətə gəlir ki, Enoch Drebber'in ölümünə səbəb zəhərdir. Meyitin cibindən CH Avropadadır yazılan telegram, cinayət baş vermiş yerdə isə nişan üzüyü tapılır. Divara qanla XX, Almanca qisas yazılıb. Eyni zamanda mehmanxana nömrəsində Enoch Drebber'in katibi Joseph Stengersonun meyiti və 2 həb aşkar olunur. O, bıçaqla qətlə yetirilib. Sherlock Holmes'un təhqiqatı nəticəsində məlum olur ki, bu həblərdən biri zəhərsiz, ikincisi isə zəhərlidir. Sonra məlum olur ki, Al Qırmızı Etüd romanındakı bütün həyəcanlı kriminal hadisələrin kökünü 30 il əvvəldə axtarmaq lazımdır. Birinci hissə. Hərbi tibb xidmətinin istefada olan zabiti Dr. John Watson'un xatirələrindən. Birinci fəsil Mr. Sherlock Holmes. 1878-ci ildə London Universitetini bitirib həkim ixtisası qazandım və hərbi cərrahlar üçün nəzərdə tutulan xüsusi kursu keçməkdən ötürü dərhal Netliyə yollandım. Məşğələləri bitirdikdən sonra 5-ci Northumberland atıcı alayına cərrah assistenti təyin edildim. O vaxtlar bu alay Hindistanda yerləşirdi. Mən ora çatmamış 2-ci Əfqanistan müharibəsi başlandı. Bombeyə düşəndə öyrəndim ki, bizim alay aşırımı ələ keçirdikdən sonra düşmən ərazisinin dərinliklərinə qədər irəliləyib. Bu cür vəziyyətə düşmüş başqa zabitlərlə birlikdə öz alayımın arxasınca yollandım. Qəndahara sağ-salamat gəlib çatdım. Nəhayət öz alayımı tapıb dərhal yeni vəzifəmin icrasına başladım. Bu hərbi əməliyyatlar bir çoxları üçün şöhrət və mənsəb qazandırdı. Mənə isə uğursuzluq və bədbəxtlikdən başqa heç nə gətirmədi. Mən Berkshire alayına keçirildim. Onlarla birlikdə Mayvand yaxınlığında həlledici döyüşdə iştirak etdim. Bu arada qeyd edim ki, 2-ci İngilis-Əfqan müharibəsində, yəni 1878-1880-ci ildə Mayvand uğrunda gedən döyüşdə İngilislər məğlubiyyətə uğramışlar. Çiynimə dəyən güllə sümüyü parçalayıb körpücüyaltı damarımı zədələmişdi. Həmkarım Murray sədaqət və igidlik göstərməsəydi, yəqin ki, qəddar qazilərin əlinə düşəcəkdim. O məni yük atının belinə qoyub İngilis hərbi hissələrinin yerləşdiyi əraziyə gətirib çatdırdı. Yaralardan və uzun sürən məhrumiyyətlərdən zəifləmiş halda məni o biri yaralı əsgərlərlə birlikdə qatarla Pişəvərdəki baş hospitala göndərdilər. Orada tədricən sağalmağa başladım və özümü o qədər yaxşı hiss etdim ki, yerimdən qalxıb palatada gəzişir, hətta gün işığında biraz qızınmaq üçün eyvana da çıxa bilirdim. Birdən bizim Hindistan koloniyasının bəlası olan qarın yatalağına tutuldum. Xəstəlikdən qurtulacağıma bir neçə ay ümid etmədilər və həyata qayıtdıqda zəiflik və üzgünlükdən ayaq üstə zorla durduğum üçün həkimlər qərar aldılar ki, məni təcili olaraq İngiltərəyə göndərmək lazımdır. Oran tez hərbi gəmisi ilə yola düşüb bir aydan sonra ümidsiz dərəcədə pozulmuş səhhətimlə Plymouth'dakı körpüdə düşdüm. Ancaq qayğıkeş hökumətimiz sağlamlığımı bərpa etmək üçün mənə 9 ay icazə vermişdi. İngiltərədə mənim nə yaxın dostlarım, nə də qohumlarım vardı. Külək kimi azad idim. Daha doğrusu günə 11 şilling 6 penslə yaşamalı olan bir adam kimi. Belə şəraitdə təbii ki, imperiyanın hər yerindən gəlmiş avaraların və tənbəllərin biləxtiyar düşdüyü nəhəng zibil yeşiyi Londona can atdım. Londonda bir müddət Strenddəki mehmanxanada qaldım. Qəpik quruşumu lazımsız yerə sağa sola xəsləyərək narahat və mənasız həyat sürürdüm.
Nəhayət maddi vəziyyətim o qədər təhlükəli oldu ki, tezliklə anladım, ya paytaxtdan qaçıb kəndlərdə avaralanmalıyam, ya da həyat tərzimi mütləq dəyişməliyəm. Sonuncunu seçərək əvvəlcə mehmanxananı tərk edib özümə daha ucuz və daha sadə ev axtarmağa qərar aldım. Bu qərara gəldiyim gün Kriterion barında kimsə əlini çiynimə vurdu. Çevrilib, nə vaxtsa London xəstəxanasında yanımda felçer işləyən gənc Stanfordu gördüm. Londonun əlçatmaz dərinliklərində tənha insanın tanış simaya rast gəlməsi nə qədər xoşdur. Əvvəlcə Stanfordla xüsusi dostluğum olmamışdı. Amma indi onu demək olar ki, coşqunluqla salamladım. Görünür, o da məni görməyinə şad idi. Həddindən artıq sevincək olduğum üçün onu səhər yeməyinə də dəvət etdim və dərhal kep tutub Holborna getdik. Özünüzü nə günə qoymusunuz, Watson? Kepin təkərləri Londonun izdihamlı küçələrində səs-küy salmağa başlayanda o maraqla soruşdu. Çöp kimi quruyubsunuz, limon kimi saralıbsınız. Mən başıma gələn fəlakətləri qısaca danışıb qurtarmışdım ki, həmin yerə gəlib çatdıq. Yazıq, başıma gələn bəlaları öyrənib mənə ürəyi yandı. Bəs indi nə iş görürsünüz? Mənzil axtarıram, deyə cavab verdim. Bir məsələni həll etmək istəyirəm. Görəsən dünyada ucuz qiymətə rahat otaq var. Qəribədir, o dedi. Siz bugün bu sözləri eşitdiyim ikinci adamsınız. Bəs birinci kim idi, deyə soruşdum. Bizim xəstəxanadakı kimya laboratoriyasında işləyən bir nəfər. Bugün səhər şikayətlənirdi ki, yaxşı bir mənzil tapıb, amma özünə ortaq tapa bilmir. Kirayə haqqının hamısını ödəməyəcə gücü çatmır. Lənət şeytana, qışqırdım. Əgər doğrudan da mənzili və xərcləri yarı bölmək istəyirsə, onun qulluğunda hazıram. Həm də mənə tək yaşamaqdansa 2 nəfər qalmaq xoş olar. Gənc Stanford şərabla dolu stəkanın yuxarısından qəribə bir şəkildə mənə baxırdı. Axı siz hələ bilmirsiniz ki, bu Sherlock Holmes necə adamdır, o dedi. Bəlkə də onunla daim bir yerdə yaşamaq istəməyəcəksiniz. Niyə? Onun nəyi pisdir? Mən demirəm ki, o pisdir. Sadəcə biraz qəribə adamdır. Bəzi elm sahələrinə çox marağı var. Amma onu ümumiyyətlə mədəni bir adam kimi tanıyıram. Yəqin təbib olmaq istəyir, deyə soruşdum. Yox, düzünə qalsa onun nə istədiyini mən də başa düşmürəm. Məncə anatomiyanı əla bilir. Həm də yaxşı kimyaçıdır. Ancaq deyəsən təbabəti heç vaxt sistemli şəkildə öyrənməyib. O elmlə öz bildiyi kimi məşğul olur, amma qəribədir ki, əldə etdiyi biliklər ilk baxışdan lazımsız görünsə də, professorlar da heyrətə salar. Siz heç vaxt soruşmayıbsınız ki, onun məqsədi nədir, deyə maraqlandım. Yox, ondan söz qoparmaq elə də asan deyil. Əgər nəyəsə başı qarışıbsa, bəzən onu saxlamaq da olmur. Onunla tanış olmağa etiraz etməzdim, dedim. Əgər otaq yoldaşına ehtiyac varsa, onda qoy o sakit və öz işi ilə məşğul olan biri olsun. Səhhətim hələ yol vermir ki, səs-küyə və hər cürə əsəb gərginliyinə tab gətirim. Əfqanistanda bunları o qədər yaşamışam ki, ömrümün axırına kimi mənə bəs edər. Dostunuzla necə görüşə bilərəm? Yəqin o indi laboratoriyadadır. Yoldaşım cavab verdi. O ya həftələrlə ora baş çəkmir, ya da səhərdən axşamacan orada qurdalanır. İstəyirsinizsə səhər yeməyindən sonra onun yanına gedərik. Əlbəttə istəyirəm, dedim. Söhbətimizin mövzusu dəyişdi. Holborna xəstəxanaya gedərkən Stanford birlikdə qalacağım centlmenin bəzi başqa xüsusiyyətlərindən danışdı. Onunla yola gedə bilməsəniz, gərək məndən inciməyəsiniz, dedi. Axı mən onu laboratoriyada təsadüfi görüşlərdən tanıyıram. Siz özünüz bu qərara gəldiniz. Ona görə də gələcəkdə nə olacaq, mən buna məsuliyyət daşımıram. Əgər yola getməsək ayrılmağımıza heç nə mane olmaz, deyə cavab verdim. Amma mənə elə gəlir ki, Stanford. Yoldaşıma diqqətlə baxaraq əlavə etdim. Siz nədənsə çəkinirsiniz. Yəni bu adamın xasiyyəti çox pisdir. Allah xatirinə gizlətməyin.
Gəl indi anlaşılmaz bir şeyi izah elə, deyə Stenford güldü. Məncə Holmes elm xəstəsidir. Bu da onun ürəyini daşa döndərir. Asanlıqla təsəvvür edə bilirəm. O, yeni ixtira edilmiş hansısa bitki alkaloidindən bir az çəkib iynə ilə dostuna vurar. Əlbəttə, bunu qəzəbindən deyil, sadəcə maraqdan eləyər ki, zəhərin təsiri haqqında əyani təsəvvür olsun. Amma ədalət naminə deməliyəm ki, o bu iynəni eyni həvəslə özünə də vurar. Onun dəqiq və etibarlı biliklərə marağı çox böyükdür. Bu pis deyil. Bəli, amma burada da həddi aşmaq mümkündür. Əgər o, anatomiya zalında meyitləri çubuqla kötəkləyirsə, razılaşın ki, bu çox qəribədir. Hətta ifrata varmaqdır. Meyitləri kötəkləyir? Bəli, yoxlayır ki, ölümdən sonra qansırlar yarana bilərmi? Bunu öz gözlərimlə görmüşəm. Və siz deyirsiniz ki, o təbib olmaq istəmir? Deyəsən yox. Təkcə Allah bilir ki, o bütün bunları niyə öyrənir? Budur, gəlib çatdıq. İndi ona özünüz qiymət verin. Biz dar dalana burulub kiçik qapıdan keçərək nəhəng xəstəxana binasına bitişik fligelə girdik. Burada hər yeri tanıyırdım və mənə yol göstərmək lazım deyildi. Qaranlıq daş pilləkənlə qalxıb, hər iki tərəfinə qəhvəyi qapılar olan divardan ağardılmış uzun dəhliz boyunca getdik. Demək olar ki, lap axırda yan tərəfə alçaq tağlı kiçik dəhliz çıxırdı. Kimya laboratoriyasına buradan getmək olardı. Bu hündür otaqda hara baxsan, rəflərə, başqa yerlərə, parıldayan şüşə qablar və kolbalar görmək olardı. Enli və alçaq masaların üstü retortlarla, sınaq borusu və işıldayan mavi alovlu bunzen lampaları ilə dolu idi. Laboratoriya boş idi. Yalnız ən uzaq köşkdə masaya söykənib fikrini nəyəsə cəmləmiş cavan bir oğlan vardı. O bizim addım səslərimizi eşidib boylandı və cəld yerindən atıldı. Tapdım, tapdım! O sevinclə qışqıraraq əlində sınaq şüşəsi bizə yaxınlaşdı. Yalnız hemoglobinlə söküntü yaradan reaktivi axır ki tapdım. Əgər o qızıl mədəni tapsaydı, yəqin ki üzündə bu qədər sevinc olmazdı. Doktor Watson, Mr. Sherlock Holmes, deyə Stanford bizi tanış etdi. Salam. Holmes ondan gözləmədiyim qüvvə ilə əlimi sıxıb mehribancasına dedi. Görürəm Əfqanistanda yaşamısınız. Hardan bildiniz deyə heyrətləndim. Boş şeydir, o gülümsəyib dedi. Baxın, hemoglobin, bu başqa məsələ. Yəqin mənim ixtiramın əhəmiyyətini anlayırsınız. Kimyəvi reaksiya kimi bu əlbəttə maraqlıdır, deyə cavab verdim. Amma praktik olaraq. İlahi, axı bu 10 illər ərzində məhkəmə tibbi ekspertiza üçün praktiki olaraq ən mühüm ixtiradır. Məgər anlamırsınız ki, bu qan ləkələrini səhvsiz müəyyən etməyə imkan yaradır? Gəlin, bura gəlin. Səbirsizliklə qolumdan tutub öz masasına tərəf apardı. Biraz təzə qan götürək, deyib, uzun iynəni öz barmağına batırıb, pipetlə oradan qan çəkdi. İndi bu qanı 1 litr suda həll edəcəyim. Baxın, su tərtəmiz görünür. Qanın suya olan nisbəti milyonda birdən çox deyil. Buna baxmayaraq sizi əmin edirəm ki, biz xarakterik reaksiyanı alacağıq. O şüşə bankaya bir neçə ağ kristal tökdü və ora hansısa rəngsiz maye əlavə etdi. Bankadakı məhlul bir anın içində tutqun al-qırmızı rəng aldı. Dibdə isə qəhvəyi çöküntü əmələ gəldi. Ha, təzə oyunca qalmış uşaq kimi sevinib əl çaldı. Bu barədə nə düşünürsünüz? Bu, yəqin ki, hansısa güclü reaktivdir, dedim. Çox gözəl, çox gözəl. Qvayakın qatranının tətbiq edildiyi əvvəlki üsul çox ağır və etibarsız idi. O cümlədən mikroskop altında o qan kürəciklərinin tədqiqi. Əgər qan bir neçə saat əvvəl axıdılıbsa, tamamilə yararsızdır. Bu reaktiv isə qanın təzəliyindən asılı olmayaraq yaxşı təsir göstərir. Əgər bu əvvəllər ixtira edilsəydi, indi azadlıqda gəzən yüzlərlə adam törədikləri cinayətlərə görə çoxdan cəza almış olardılar. Belə deyə mızıllandım.
Cinayətin asılması həmişə bu problemlə üzləşir. Ola bilər ki, cinayət törədildikdən bir neçə ay sonra kimdənsə şübhələnməyə başlayırlar. Onun alt tuman köynəyini ya da paltarlarını yoxlayıb qonura çalan ləkə tapırlar. Nədir? Qan, çirk, pas, meyvə şirəsi, yoxsa başqa şey? Budur bir çox eksperti çətinə salan sual. Bəs niyə? Ona görə ki, etibarlı reaktiv yox idi. İndi isə bizim Sherlock Holmes reaktivimiz var. Beləliklə bütün çətinliklərə son qoyuldu. Onun gözləri parıldayırdı. Əlini çinnəsinə qoyub sanki xəyali kütlənin alqışlarına cavab olaraq təzim etdi. Sizi təbrik etmək olar. Onun vəznindən heyrətə gəlib dedim. Bir il əvvəl Frankfurtda Von Bischof'un dolaşıq işi araşdırılırdı. O vaxt mənim üsulumdan xəbərdar olsaydılar, yəqin ki, o edam edilərdi. Bəs Bradfordlu Mezonun, məşhur Müllerin, Montpellierli Lefevre'in, New Orleanslı Simpsonun işləri, reaktivimin həlledici rol oynaya biləcəyi onlarla iş adı çəkərəm. Siz sadəcə canlı cinayət xronikasısınız. Stanford güldü. Xüsusi qəzet dərc etdirsəniz yaxşı olar. Adını da keçmişə dair polis xəbərləri qoyun. Hamı bunu böyük maraqla oxuyardı, deyə Sherlock Holmes onun sözünə qüvvət verərək barmağındakı kiçik yaraya plaster yapışdırdı. Ehtiyatlı olmaq lazımdır. Mənə sarı çevrilib gülümsəyərək sözünə davam etdi. Mən tez-tez zəhərli maddələrlə əlləşirəm. Əlini mənə uzadanda gördüm ki, onun barmaqları belə plaster parçaları və zəhərli turşu ləkələri ilə örtülüb. Biz bir iş üçün gəlmişik. Stanford üç ayaqlı hündür taburetlərin birində oturub, digərini də çəkməsinin ucu ilə mənə tərəf itələyərək dedi. Dostum özünü ev axtarır. Siz də ortaq tapa bilməməyinizdən şikayətləndiyiniz üçün qərara gəldim ki, sizi tanış etmək lazımdır. Görünür, Sherlock Holmes'un gələcəkdə mənimlə bir mənzildə qalmaq məsələsi xoşuna gəlmişdi. Bilirsiniz, mən Baker Streetdə bir mənzilə baxmışam, o dedi. Məncə hər ikimizə uyğun gələr. Ümid edirəm, qatı tənbəki ininə qarşı deyilsiniz. Mən özüm də tütün çəkirəm, deyə cavab verdim. Əla, mən adətən evdə kimyəvi ləvazimatlar saxlayır və hərdən bir təcrübələr aparıram. Bu sizə mane olmaz ki? Qətiyyən. Dayanın, mənim daha hansı çatışmamazlığım vardır. Hərdən ürəyim sıxılır. Qəm qüssəyə batıram və günlərlə ağzımı açmıram. Elə düşünməyin ki, sizdən küsmüşəm. Sadəcə mənə fikir verməyin. Bu tezliklə keçib gedəcək. Yaxşı, siz nəyə etiraf edə bilərsiniz? Nə qədər ki, evə köçməmişik, bir-birimizin pis xüsusiyyətlərini bilmək yaxşı olardı. Bu cür soru-sual mənə gülməli gəldi. Məndə buldog küçüyü var, dedim. Əsəblərim pozulduğu üçün səs-küyə dözmürəm. Günün yarısını yataqda keçirə bilərəm. Ümumiyyətlə, çox tənbələm. Bunlar ən əsaslarıdır. Amma özümü yaxşı hiss edəndə bir neçə qüsurum da üzə çıxır. Skripka səsindən də xoşunuz gəlmir, deyə o narahatlıqla soruşdu. Baxır ifaya, cavab verdim. Yaxşı ifa Allah vergisidir, pis isə. Onda hər şey qaydasındadır. O şən halda gülüb dedi. Məncə işi həll edilmiş hesab etmək olar. Əlbəttə ki, otaqları bəyənsəniz. Nə vaxt baxacaq? Sabah günorta saat 12-də. Mənim yanıma gəlin, birlikdə gedib hər şeyi razılaşdıraq. Yaxşı, demək düz saat 12-də. Onun əlini sıxaraq dedim. O yenə kimyəvi maddələrlə məşğul olmağa başladı. Biz isə Stanfordla piyada mehmanxanaya qayıtdıq. Yeri gəlmişkən birdən dayanıb Stanforda dedim. O mənim Əfqanistandan gəldiyimi necə bildi? Yol yoldaşım müəmmalı təbəssümlə gülümsündü. Bu onun əsas xüsusiyyətidir, dedi. Çoxları Holmes'un bunları necə bildiyini öyrənmək üçün əlindən gələn edərdi. Demək, burada sir var. Əllərimi ovuşduraraq dedim. Çox maraqlıdır. Sağ olun ki, bizi tanış etdiniz. Yəqin bilirsiniz, bəşəriyyəti tanımaq üçün insanı öyrənmək lazımdır. Deməli, siz Holmes'u öyrənməlisiniz. Stanford fidalaşaraq dedi. Ancaq tezliklə özünüz də görəcəksiniz. Ondan baş aşmaq hər adamın işi deyil. Məhz gəlirəm ki, o sizə daha tez bələd olacaq. Nəinki siz ona. Sağlıqla qalın. Hələlik, dedim.
və yeni tanışlıqdan razı halda mehmanxanaya tərəf addımladım. Birinci fəslin sonu.